Türkiyənin Ankara şəhərində qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə Qərbi Azərbaycana qayıdış, insan hüquqlarının aliliyinin mühüm şərti kimi mövzusunda beynəlxalq konferans keçirilib. Qafqaz TV xəbər verir ki, konferansa Azərbaycan və Türkiyədən 250-yə yaxın iştirakçı, o cümlədən Türkiyə Böyük Millət Məclisinin üzvləri, dövlət qurumlarının nümayəndələri, universitet rektorları, elm və iş adamları, qeyri-hökumət təşkilatlarının və media nümayəndələri qatılıb. Tədbir Azərbaycan və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Sonra ümumi lider Heydər Əliyevin Azərbaycanın və Türkiyənin bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Daha sonra Qərbi Azərbaycan həqiqətləri və Qərbi Azərbaycan icmasının fəaliyyəti, Qərbi Azərbaycanlıların ləyaqətli şəkildə geri qayıdışı ilə bağlı Qərbi Azərbaycan televiziyası tərəfindən hazırlanan film nümayiş etdirilib. Tədbirin açılışında Azərbaycan Respublikası Prezident Administrasiyasının şöbə müdiri Ədalət Vəliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin konferans iştirakçılarına müraciətini oxudu. O, Türkiyədə belə bir tədbirin keçirilməsinin xüsusi əhəmiyyətə malik olduğunu qeyd edərək, konferansın işinə uğurlar arzuladı. Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin birinci müavini, Türkiyə Böyük Millət Məclisinin üzvü Efqan Ala Qərbi Azərbaycanla bağlı Türkiyədə ilk belə konferansın keçirilməsinin tarixi əhəmiyyətindən danışdı. Konferans işini panel müzakirələrlə davam etdirdi. Qərbi Azərbaycanın tarixindən bəhs edən birinci paneldə tanınmış tarixçi professorlar çıxış etdilər. Qərbi Azərbaycan hüquqi və humanitar aspektlər mövzusunda keçirilən ikinci paneldə Türkiyə Böyük Millət Məclisinin komissiya sədrləri və professorlar çıxış ediblər. Konferansın bağlanış sessiyasında Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri Əziz Ələkbərov, Türkiyə Böyük Millət Məclisinin üzvü, Ədalət və İnkişaf Partiyası sədrinin müavini Zafer Sırakaya, Milli Məclisin deputatı, Azərbaycan-Türkiyə Evi İctimai Birliyinin sədri Tənzilə Rüstəmxanlı və Türkiyə Böyük Millət Məclisinin üzvü, Türkiyə-Azərbaycan Dostluq Qrupunun sədri Şamil Ayrım çıxış ediblər. Daha sonra iştirakçılar adından konferansın yekun sənədi qəbul edilib. Sonda xatirə şəkli çəkdirilib, iştirakçılara təşəkkürnamələr təqdim edilib. Elçin Şuşalı, Qafqaz TV üçün.